Salam əziz müəllimlər, abituriyentlər və kanalımın izləyiciləri. Bu gün biz davam edirik. Təbii ki, Office proqramlar paketinə daxil olan Microsoftun mətnlərin emalı, mətnlərin hazırlanması üçün istifadə etdiyimiz Microsoft firmasının, şirkətinin istehsalı olan Microsoft Word haqqında danışmağa. Ümumiyyətlə, biz əvvəlcə mətn redaktorları və mətn prosesorları anlayışına açıqlıq gətirək. Görək, mətn redaktoru nədir, mətn prosesoru nədir? Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, bəzi qeydləri ekranda yazacağam. Yaxşı olar ki, siz onları qeyd kimi götürəsiniz və yaxud da şəkil kimi çıxardasınız istənilən halda. Deməli, biz deyirik redaktor. Redaktor nədir? Redaktor. Mətn redaktorları kiçik imkana malikdir. Redaktor sadəcə neynir? Yaradır, silir, belə deyil. Amma prosesor geniş imkana malik olur. Yəni, prosesorda artıq formatlanma alətləri mövcuddur. Bunu adicə siz WordPad, Notepad proqramları ilə Microsoftda daxil olan Word-ün özü arasında olan müqayisədən də bilə bilərsiniz. Deməli, redaktor kiçik imkana malikdir. Kiçik imkan. Prosesor isə geniş imkan. Geniş imkana malikdir. Funksiyaları daha genişdir. Malikdir. Bu bizim bilməyimiz vacib olan məqamdır. Ümumiyyətlə, prosesor və redaktoru ayırmaq ilk öncəki işimiz olsun. Microsoft Word, Microsoft'un da belə deyək, Word deməli prosesordur. Mətn prosesorudur. Çünki onun formatlanmaz zolağı var. Daha sonra Word proqramı başlatmağın üsul vasitələri var. Hansı ki, birinci üsulumuz bizim, buradan bir-bir göstərəcəm, start düyməsinə vurmaqla, start düyməsində proqramların içərisindən All Programs əmrini seçməklə, sadəcə qələmim aktivdir deyə, Word-ün, Microsoft'un özünə daxil olan Office proqram paketindən əlavə eləmək olar. Eyni zamanda ekranda, əgər biz onun faylın özünün boş fayl və yaxud da qovluq halında iş masasında varsa faylı üzərində açmaqla new əmri ilə yeni fayl, Ctrl-N əmri ilə indi onlar haqqında danışacağım. Bu formada davam eləmək olar, açmaq olar daha doğrusu. Sonra tapşırıq zolağından, tez başlatmaq zolağında, əgər bərkidilibsə, təbii ki, ora Word-ün simgəsi, baxın, aşağı istiqamətdə, bax burada Word-ün simgəsi və bir dəfə vurmaqla buradan da açmaq olur. Eyni zamanda qeyd etdim ki, iş masasında Word proqramının əvvəlcədən yaradılmış hansısa qısa yolu da varsa, qısa yolun da yaradılmağın biz əməliyyat sistemi dərsində danışmışıq. Faylın üzərində sağ düymə, Send to Create a Shortcut, qısa yolu yaratmaq. Bir də hər hansı mətn faylının simgəsi üzərində iki qat çıqqıllatmaqla da Word, ümumiyyətlə, mətn redaktorunu başlatmaq olar. Qısa yolu bildik. Qısa yolun yaradılması, bunu burada, istəmirəm də buradan çıxım. Qısa yolu yaratmaq üçün hər hansı istər mətn, istər fayl, istər qovluq, fərqi yoxdur. Üzərində vurduq, sağ düymə, kontekst menyu. Kontekst menyudan Send to Desktop Create a Shortcut əmrini seçdik. Və qısa yolun üzərində demişdik ki, əyriq olur və o da bildirir ki, bu fayl qısa yoldur. Ümumiyyətlə, Word proqramı açılanda yadımızda saxlayacağımız məqam, bircə saniyə qələmimi passivləşdirim. Word proqramını açanda biz yadımızda saxlayırıq nəyi? Bu əsas məqamı ki, proqramın 3 əsas mühüm idarə etmə alətləri var. Biri adlanır fayl menyusu. Geniş danışacağım bu haqda. Birinci fayl menyusu, solda gördüyünüz. Sonra alətlər lenti, yuxarı hissədəki bu alətlər lenti. Bunlara alətlər zolağı kimi də deyə bilərik, alətlər lenti. Bir də cəld giriş zolağı. Cəld giriş zolağı tam fayl menyusunun, bircə saniyə aktivləşdirim yenə qələmi. Fayl menyusunun tam yuxarı hissəsindəki, bax bunlar. Yəni ki, gördünüz mavi ilə. Cəld giriş zolağı. Alətlər lenti isə, bunu aktivləşdirəndə, bircə saniyə. Qələmi o zaman gərək mən aktivlikdən çıxardam ki, bu hissədə
Deməli, burada alətlər zolağı yəqin ki görürsünüz həmin hissəni. Bu hissədə ümumi Word-ün mühüm hissələrinə aiddir. Deməli, nələr aid oldu? Fayl, cəld giriş zolağı, bir də alətlər lenti və ya alətlər zolağı, menyu zolağı da deyirik biz onlara. Word-ün simgəsi, yəqin ki ekranda görürsünüz. Bax, bu W hərfi kimi göstərilir. Bir də açılmış proqram pəncərəsi haqqında danışaq. Açdıq biz proqramı. Proqram pəncərəsi haqqında danışaq. Nələr görürük? Əvvəlcə başlayaq biz fayl menyusundan. Birinci fayl menyusu. Fayl menyusunda Word-lə bağlı bir sıra əməliyyatlar icra olunur. Yəni, burada komandalar var. İndi hal-hazırda ekranda görəcəksiniz. Biraz məndə sıçanda problem var. Deməli, burada vurdum infonun üzərinə. Info informasiyadır. Fayl haqqında, faylın yaranması, yerləşdiyi yer, ümumiyyətlə informasiya verir bizə fayllar haqqında. Sonra gəlir, burada nə? New. Yeni sənəd yaratmaq. Klaviş kombinasiyası qeyd edə bilərsiniz. Ctrl-N. New, yeni sənəd yaradır. Open, açmaq. Əslində açmağın bir sıra BD funksiyaları var. Sadəcə oxumaq üçün aç və yaxud da sənədə süməyə görə təyin elə, çevirmək üçün, dil üçün və yaxud da sənədə BD-də ümumi düzəliş aparmaq üçün açmaq və yaxud da orada açmağın özünün bir neçə kateqoriyaları var. Onlar haqqında dərinliyi bilmək vacibdirmi? Yəni, bu qədər kifayət edir. Save düyməsi. Save Ctrl-S. Bir dəqiqə, save-ə vurdum, mən save-asa gəlir. Save Ctrl-S-dir, sənədi yadda saxlayır. Ondan sonra isə save-as var orada. Save-as isə başqa adla yadda saxlayır təbii ki. Əgər sənəd yaddaşda varsa, save-as komandası ilə onu başqa adla yadda saxlaya bilirik. Bəzən də sual yaranır ki, sənədi tipin dəyişmək üçün bəs nədən istifadə edirik? Yadda saxlayırıq, save as tip, type bəndindən istifadə edirik. Sonra printdir. Print biraz, belə deyək də, printin kateqoriyaları biraz daha çoxdur. Bircə saniyə, niyə bu belə oldu? Hansı ki, burada nələri qeyd edəcəm? Kopya sayı. Yuxarıda gördüyünüz hissə, bircə saniyə qələmi aktivləşdirim, yenə burada göstərim bir-bir. Deməli, printdə biz nələri bilməliyik? Diqqət edək. Kopya sayı, nüsxələrdir. Bu hal-hazırda susma halında bir nəfər üçün çıxar. Əgər mən 5 dənə çıxartmaq istəyirəmsə, bura kopya sayını 5 edəcəm. Yuxarı aşağı azaldıb çoxaltmaq olur. Printerin properties xüsusiyyətləri var. Bu hissədən mən aktiv olan printerləri göstərə bilərəm. Hansı ki, bircə saniyə. Məndə hal-hazırda 2 printerdir. Bir məsələ Epson. Digər printerim buradan göstərsəm, digər printer üçün bircə saniyə. Baxın, hansı printerlər HP, hansı printerlərin qoşulduğu. Amma yadda saxlayırıq ki, aktiv olan, bu qaliçka işarəsi olan hal-hazırda qoşulmuş printeri bildirir. Sonra gəlir printin komandaları. Bunları ardıcıl keçəcəm sizin üçün. Printin komandaları. Birinci gəlir all page. All page nədir? Bütün səhifələri çap elə. Bütün səhifələrin çapı. Əvvəlcə yadda saxlayaq ki, print klaviş kombinasiyası Ctrl plus P-dir. Ctrl P printin klaviş kombinasiyasıdır. Printin çap komandaları. Birinci gəlir all page. All page nədir? Ümumi. Mən 10 dənə səhifəm var. Hər birini çap etmək istəyirəm. Yazıram all page. Buradan da göstərim sizə ki, all page kimi qara bucaq var. Biz bu dərsi 5-ci sinif dərsində istər menyularda qeydləmiş ki, bu artıq alt menyu olduğunu bildirir. Üzərində vursu, alternativ bəndlər açılacaq. All page hamısını çıxardacaq. Selection seçilmişləri, current page, belə deyək də, cari səhifəni, hal-hazırda ondayam, 10-cu səhifəni, custom isə müəyyən səhifələr ardıcıllıqla çap olunacaq. Məsələn, baxaq bura. Məsələn, mən burada yazıram. Diqqətlə ekrana baxaq. 2-ni çap et, məsələn. Keç 5-i çap et. Sonra 7-ni 21-i. Bu nə deməkdir? Deməli, mən gələcəm buradan, ekranda bircə saniyə aktivləşdirək qələmi. Deməli, mən gələcəm burada hansı səhifələri çap edəcəm? Birinci növbədə ikinci səhifəni çap edəcəm, sonra 5-i,
sonra 7-ni, 7-ni yox, 5-i, 7-dən 21-ə qədər olan səhifə sayı necə tapılır? 21-dən 7-ni çıxıb üzərinə 1 gələcək. 14, 15. Deməli, 15 burada səhifəm var, 16, 17. Ümumi səhifə neçə səhifə çıxacaq? 17 səhifə. İndi kopya sayı 5 olsa vurasız 5-ə. Bununla da işimiz yoxdur. Bu oldu səhifələr. Sonra gəlir burada printin səhifədə çıxarılış forması. Var one side. One side nədir? Tək üzlü. Tək üzlü. Yəni bir üzlü. Bir də var. Yadımızda saxlayaq both side. Both side isə iki üzlüdür. 200'lü. O yüz bu yüz məsələsi. Sonra bu ardıcıllıqla çıxarsın. Əvvəl 1, 2, 3, sonra 1, 2, 3, sonra 1, 2, 3 çıxartsın bizi için. Bunu da göstərir. Sonra burada var vərəyin istiqaməti, orientasiyası, belə deyil. Printdə də bu bəllidir təbii ki. Bunu da bir dəqiqə göstərəcəm sizə. Vərəyin istiqaməti iki istiqamətdə olur. Ya portret olur, ya albomlu. Landscape kimi. Albomlu. Təbii ki, şaquli vəziyyətdə olan portret, üfüqi vəziyyətdə olan isə albomlu formada olur. Sonra ölçüləridir. Vərəyin hər zaman A4 kimi çıxartmaya da bilərik. Mərqin kənar boşluqların aradan qaldırılmasıdır. Bunu da seçə bilərik tipə görə. Və burada əsas məqam. Bir səhifədə, Word-də 16 dənə belə deyək, səhifə çap etmək olur Word sənədində. Bir dənə vərəyin bir üzündə 16 dənə səhifə çap etmək olur. İstəsə 2 dənə, 16 dənə, indi məsələ həllərində bu bizə lazım olacaq. Vərəyin bir üzünə, bunu qeyd edeyim, vərəyin bir üzünə maksimum 16 dənə, burada da qeyd var. Qeyd deyərkən burada görünür də əslində ekranda. Burada. Baxın, 16 dənə, əslində 1, 2, 3, 4, 5, maksimum 16 dənə vərək çap eləmək olar ki, o da kiçik-kiçik vərəklər olmuş olacaq. Şeyə paylaşmaqdır, close bağlamaqdır. İndi bunlar haqqında da danışaq və keçək mətn redaktorunda ümumi məlumatlara. Deməli, burada help düyməsi var. Hansı ki, help köməkdir. Bunu yadda saxlayaq. Kömək, yəni F1 klavişi kimi alternativi də belə deyək. Klaviş kombinasiyasının alternativi F1'dir. F1 help'dir. Ekran bircə saniyə təmizləyim. Bircə saniyə. Aha. Qələmi də aktivləşdirmişik. Tamam. Bir də bir məqamı yadımızda saxlayaq ki, bir var close əmri, baxın, close əmri bağlamaqdır. Sənədi bağlayır, yadımızda qalsın. Close neyini? Cari sənədi bağlayır. Cari sənədi bağlamaq üçün, bax, yadımızda saxlayırıq. Cari close'un ekvivalenti. Ctrl plus F4. Amma X diləsəm, yəni sənədi bağlasam, bu isə Alt F4-dür. Cari sənədi bağlayıram və ümumiyyətlə Word sənədini bağlayıram. Bunlar fərqlidir. Bir var close, bir var BD-də X ümumən tamamən çıxırsa. Bu da vacib məqam idi. Bunu da yəqin ki, qeyd elədiniz. Məncə fayl haqqında burada bu qədər kifayətdir. Fayl menüsü haqqında danışdıq. Davam edək biz digər menüyə. İndi başlayırıq burada home menüsü ilə və yadımızda saxlayırıq nəyi? Əsas məqam burada nədir? Home menüsunun bölmələri var. Bölmələri. Bölmələr adlar aşağı hissədədir. Bircə saniyə qələmi aktivləşdirin bölmələrin. Qələmi aktivləşdirən kimi bu buradan gedir. Niyə? Yazmaq olmur. Ona görə mən qələmi məcburən aktivliyi dayandıracağım ki, üzərində yazmaq olsun. Deməli, burada nələri göstərəcəm? Home menüsunun dedim ki, bölümləri var. Bölmələr. Bölmələr tam aşağısındadır. Kleobartdır, fontdur, paragrafdır, stildir, bunlar. Bir də yadımızda saxlayırıq. Word-də açılmış sənəddə susma halına görə proqramın başlıq zolağında yazılır dokument 1. Dokument 1 yadımızda qalsın. Gəldik birinci bölməmiz Kleobard hissəsinə. Kleobardın 3 əmri var. 3 əmrin 3-ünü də orada qeyd eləmişik. 3 belə deyək də
İndi mən onu qələmlə tam belə göstərən kimi qələmlə də aktivliyi itirib üzərində vururam. Birinci pəsdir. Pəs nədir? Yapışdırmaqdır. Əvvəlcə gəlin bu qayçı işarəsi olan xəttdən danışaq. Xətt Ctrl X-dir. Kəsir, kəsir. Ctrl C kopyalayır. Ctrl V isə yapışdırır. Klaviş kombinasiyası Ctrl X kəsir. Ctrl C kopyalayır. Ctrl V isə yadımızda qalsın ki, Ctrl V isə yapışdırır. Və bu mübadilə buferinə maksimum 24 dənə obyekt yerləşdirmək olur. Bizə sual versə ki, kopyalanmış elementi neçə dəfə yapışdırmaq olur? İstənilən qədər yeni kopyalanan elementə qədər. Biz burada sonra davam edirik font hissəsinə. Font şriftlərdir. Şriftlərin adları əslində biz keçmişik. Şrift növləridir. Kalibridir, Times New Romandır, Arialdır, Kompaktdır və s. Bu 11 yazılan hissə isə şriftin ölçüsüdür. Şriftin ölçüsü punktla ölçülür. Punkt bərabərdir 0,35 millimetrə. Eyni zamanda suma halına görə belə deyək də Word-də 8-dən 70-yə qədər şriftlərin ölçüsü qiymət ala bilir və 0,5 punkt dəqiqliklə. Aşağı hissədə verilən formatlama zolağının alətləridir ki, B. Jırnı yazır, qalın yazır, mətni qalın yazır. Klaviş kombinasiyası Ctrl-C, Ctrl-B, Ctrl-C nədir? Ctrl-B qalın yazır, Ctrl-I italik yazır, yəni maili yazmaq üçündür. U isə altından xətt. Fikir verin, altından xətti qarşısında qara üçbucaq var. Bu nəyi bildirirdi? Menyu içində menyu olduğu və altından xəttin də Ctrl-U klaviş kombinasiyasıdır. Eyni zamanda istədiyimiz xətti seçmə potensialına sahibik. Üzərindən xətt çəkir, indeks kimi yazır, eyni zamanda üzərindən yazır. Yəni bunu da yadımızda saxlayaq. Yadda saxlayaq ki, Ctrl bunu bir dəqiqə aktivləşdirsəm, bu yenə gedəcəkmi? Xeyr. Deməli, yadda saxlayırıq nəyi? X-ın ayağında yazmaq istəyiriksə, biz yazırıq Ctrl-la, eyni vaxtda plus bərabər işarəsini basanda belə yazacaq. Amma biz qüvvətdə yazmaq istəyiriksə, əslində bunlar bizə lazımdır. Məncə yuxarı indeks lazım olmaz. Yəqin ki, belə bir şey ekvivalent qoyaq. Ctrl, üstə gəl, Shift, 2 dənə üstəgəl qoyanda bu formada yazır. Digərləri, indi buradan bu getdi, bircə saniyə üzərində vuraq qırı açacaq, amma açmır. Qələm aktivləşən kimi pəncərə yoxa çıxır. Ona görə də bircə saniyə qələmi pasivləşdirək. Biz yenə açaq Home-u. Və Home-da daha sonra nələr göstəririk burada? A böyük A kiçiyə yerdə ölçüdür, rəngidir. Eyni zamanda fondun özünün, məsələn, deklarativ yazıdır A, mətnin arxa fonunu rəngləmək üçündür. Məsələn, burada rəng işarəsi, bax bu. Məsələn, bu deklarativ yazıdır. Bu, mətnin arxa fonunu rəngləmək üçündür. Mətnin özünü rəngləyəndə bu rənglə, yəni şriftin özündən gedir, söhbət rəngləyir. Sonra gəlir paraqraf işarəsi, bölməsi. Paraqraf bölməsinin elementləri bunlardır. Abzasın formatlanması. Birinci hissədən davam eləyək elə biz. Birinci hissədə göstərilən nədir? Sənədə markerlənmiş simvollar ardıcılığı əlavə edir. Bu nədir? Bax, qarşısında sanki nə yazırıq yazaq? Qarşısında baxın, belə bir işarə qoyacaq. Bax, belə bir şey yazdıq. Enter vurduq, yenidən belə bir şey qoydu. Amma biz, məsələn, gəlib bunu dəyişsək, gəlib biz buradan nömrə qoysaq, baxın nömrəsi olacaq. Yox, əgər digər bəndi seçsək, alternativi olacaq variantda, sanki içində. Bunlar sətirlə arası məsafə, bircə saniyə bunları bağlayaq. Digərləri line spacing, sətirlə arası məsafəni artırıb azaltmaq olur. Yəni, bunlar da iki sətir arasında məsafə. Burada gördüyünüz 4 dənə bənd isə abcastın formatlanmasıdır. Təbii ki, bilirik ki, yeni abcasta keçmək üçün Enter klavişindən istifadə edirik. Abcastın formatlanması Ctrl-E mərkəzə, Ctrl-J tam, Ctrl-L sola, Ctrl-R sağa, R sağa. Yəni, klaviş kombinasiyalarında bilmiş olun. Sonra burada gəlir stilni yazı bəndi hissəsi. Təbii ki, burada da
Yazıya stil vermək üçün, yazı hərfin stilini dəyişmək üçün istifadə olunur. Yəni sənətdə istifadə edilən üslub, şriftin rəngi, abcasın məsafəsi və sairə dəyişdirmək üçün istifadə edilir. Sonra burada var belə deyək, replace əmri. Biz o haqda danışacağıq indi burada. Replace nədir? Dilimin kitabı ilə bircə geçsək, tapır və əvəzləyir. Editing bəndindən gəlsək, editing və editingdən tam bu hissədə, bircə saniyə, bu aşağıya çəksəm editingi görəcəksiniz siz, bir saniyə. Baxın, editing hissəsində görürsünüz, find, replace, select, editingin əmrləridir. Editingin birincisi gəlir find. Find nədir? Tapmaq. Tapır. Mən müəyyən bir sözü səhv yazmışam və onu tapıram. Klaviş kombinasiyası Ctrl+F, replace əvəz edir. Replace klaviş kombinasiyası Ctrl+H, select seçir, Ctrl+A. Yadınızda qalsın. Ümumiyyətlə bütün faylı seçir. Burada bizim istifadə edəcəyimiz editing əmrində də bunlardır. Yəni, bu hissə kifayətdir. Buradan sonra gəlirik biz müəyyən sənədə, Word sənədinə istər cədvəl, istər diaqram, istər digər obyektləri, hər bir obyektdən gedir söhbət, şəkil, baxın, chart diaqram, picture şəkil, avtofigurlar, table, question, düsturlar, simvollar, obyektlər, fərq yoxdur. Hər biri hardan əlavə olunur? Təbii ki, insert menyusundan. Inserti yadımızda saxlayırıq, daxil etmək. Insert menyusu ilə də daxil etmiş oluruq. Word-də yeni sənəd açmaq üçün, əvvəlcə bunu bir dəqiqə bura bağlayayım. Biz onlar haqqında danışaq ekranda, həm ekranımızı silək, həm də onları qeyd edeyim sizdə. Qeyd götürün özünüz üçün ki, klaviş kombinasiyaları bizə lazımdır. Deməli, burada əmrlərdən biz nə danışmadıq, bunun haqqında da deyim. Save düyməsidir. Bax, bu yuxarı sol tərəfdə, yəqin ki, mouse üzərində gəzdirəndə görürsünüz. Save düyməsidir. Biz buna vursaq save olacaq. Ctrl+S görürsünüz yəqin ki. Bax, üzərinə vuran kimi gəlir Ctrl+S. Yanındakı undo əmridir. Undo, qeyd eləyin, undo əmri əməliyyatı ləğv edir. Klaviş kombinasiyası undo ilə Ctrl+Z-dir. Bunun əksi redodur. Redo əməliyyatı da əməliyyatı təkrarlayır, sanki yenidən icra edilmiş kimi. Bu da Ctrl+Y-dir. Yəni, bu da bilməyimiz vacib məqamlardandır. Sonra Word-də bu hissələrdən danışım. Susma halına görə miqyasımız 100 olur, amma minimum 10%, maksimum isə 500% olur. Bunlar aşağıda görünüş rejimləridir. Hansı ki, oxunuş rejimi, görünüş, üzəri dəyişikliyi aparmaq üçün və s. Burada da səhifələr haqqında informasiya hansı səhifədədir. Bunlar haqqında cari səhifə, sənəd haqqında məlumat verilir. Qeyd etdik ki, Word sənədində, açılmış sənəddə susma halına görə dokument 1 yazılır. Buradan məncə deyilə biləcək hər şeyi bu hissədə bildik. Word-ün ümumiyyətlə ən kiçik elementi simvoldur. Yadınızda qalsın. Mətndə ən kiçik element götürəcəyik simvolları. Copy-paste əmri haqqında danışdıq, insertlə əlavə elədik və gələk klaviş kombinasiyalarına eyni zamanda mən dediklərimi bir-bir qeyd edin. Biz danışdıq nədən? Yeni sənəd açırdıq. New file. Ctrl+M. Open açır. Ctrl+O, elə baş hərfidir. Finddən danışdım bayaq, tapmaq. Ctrl+F. Replace əvəzləyir. Belə deyil. Ctrl+H. Sonra burada Ctrl+P. Bayaq danışdıq print əmri. Ctrl+P. Ctrl+S. Nə var? Save edir. Ctrl+F4. Ctrl+F4 cari sənədi bağlayır.
Alt F4. Yəni bu götürək ki, closedur. Alt F4 isə X-dir. Bir dəfəlik çıxır sənəddən. Cut əmri var idi. Cut kəsmək, cut. Ctrl plus X. Copy. Ctrl plus C. Paste yapışdırmaq. Ctrl plus V. Burada başqa. Yadımızda saxlayırıq. Ümumiyyətlə bəzi ox klavişlərimiz var idi, hansı ki, biz deyirdik ki, onlara kursoru idarə edən klavişlər. Məsələn, bir simvol sağa keçir. Əksinə qoysam, bir simvol sola keçir. Bir sətir yuxarı, bir sətir də aşağıya. Amma, gəlin baxaq, Ctrl plus ox qoysam, Ctrl-la versəm, bir söz sağa keçəcək. Bu, bir simvol sağa keçirdi. Bu, bir dənə söz. Söz sağa keçəcək. Bir söz sağa. Eyni zamanda Ctrl plus X istiqamətdə ox. Bir söz sola gələcək. Eyni zamanda Ctrl plus aşağı ox. Bir abcas aşağıya keçəcək. Bir abcas aşağıya. Ctrl plus yuxarı, bir abcas yuxarıya keçmiş olacaq. Sonra gəlirdi page up, page down. Bir ekran yuxarı keçirdi page up, page down isə aşağı keçirdi. Amma Ctrl-la olanda Ctrl plus page up, Ctrl page up bir səhifə yuxarı aparacaq, bir səhifə. Amma Ctrl page down bu isə bir səhifə aşağıya keçmiş olacaq. Home düdük sətrin əvvəlinə gətirir, end sətrin sonuna gətirir, Ctrl Home sənədin əvvəlinə, Ctrl End sənədin sonuna keçmiş olur. Bunları da yadımızda saxlayaq. Həmçinin biz danışdıq bayaqları. Burada formatlanma zolağından Ctrl plus B neynədir? Qalın yazdı. Ctrl plus I italik yazdı. I kimi də yazılır. Ctrl plus U altından xət çəkmiş olacaq. Üslü ifadələr üçün təbii ki, qeyd elədik. Ctrl üstə gəl, Shift 2 dəfə üstə gəl. Eyni zamanda aşağı indekslərlə yazmaq üçün də istifadə edirdik. Yəni, əsas vacib məqamlar deyil, amma bilməkdə fayda var. Word-də bir dənə də əmrimiz qaldı. Onun haqqında danışaq. Deməli, bəzən olur ki, bizim go to əmrimiz var. Go to əmri. Go to əmri keçid əmridir. Əgər 2 dənə məqam var burada, onunla da bu mövzu demək olar ki, bitir. Bu məqamlardan biri bundan ibarətdir ki, desə ki, sənəd 30 səhifəlidir. İstifadəçi hal-hazırda 7-ci səhifədədir. Cari səhifə nədir? 7-ci səhifə. Go to əmrindən plus 25 verdi. Gedib hansı səhifədə dayanacaq? Məsələn, sual versə, biz o zaman suala cavab verəndə bilməliyik ki, birinci saniyə bunu aşağıya çəkim. Aha. Yadda saxlamaq lazımdır ki, əgər bu tip sual verilərsə və görürsünüz ki, cari 7-dədir. 7 üstə gəl 25 verici 32. Amma mənim sənədim 30 səhifədir. Deməli, ən sonuncu səhifədə dayanacam. 32-ci səhifəm yoxdur. Bir də var, go to-da minus əmri. Elə 7-ci səhifədəyəm. İndi deyirəm ki, minus 25 verdi. Onda gedib hansı səhifədə? Baxıram 30-dan, belə deyək də, mənfi 25 və yaxud da 7-dən çıxsam 25-i, mənfi bir rəqəm alınır. Səhifəm də mənfi olmur. Əgər çıxanda bu hal alınarsa, o zaman qeyd dayanacaq birinci səhifədə. Əgər səhifənin sayından çox olarsa, ən axırıncı səhifədə, əgər çıxma zamanı mənfi ədəd alınarsa, birinci səhifədə dayanmış olacaq. Bundan başqa, bayaq unutduğum ola bilər. Çapda var idi, belə deyək də, one side. One side haqqında danışdıq. Bu saytda dedik ki, 200-dür. Bu tək üzlüdür, bu 200-dür. Bundan başqa var. Odd-dur. Odd page, yəni tək səhifə.
Avonpage cüt səhifə. Əgər bunlar yadınızda qalmırsa, baxın 1, 2, 3, 3 təkdir. Buna tək kimi baxın. 1, 2, 3, 4. Buna da cüt kimi baxa bilərsiniz ki, alternativ, yəni birdən də qarışdırsaz və yaxud da unutmuş olsaz. Metr redaktoru haqqında danışmağa çox material var əslində. Eyni zamanda Dimin nəzəriyyəsi, sinif kitabı və əlavə materiallardan da mənimsəmək olar, amma klaviş kombinasiyaların bilməklə, açılan proqram pəncərəsinin, hissələrin, bilib, go to əmrin, find əmrin və yaxud da abcasın formatlanması, kopyalanmış element neçə dəfə yapışdırıla bilər və yaxud da mübadilə buferində maksimum neçə obyekt ola bilər. Bu tip suallara əgər özlüyümüzdə cavab verə biliriksə, deməli Word haqqında biliyə sahibik və biz ona artıq testlərin yaza biləcəyik. Diqqətinizə görə minnətdaram. Word haqqında çəkə bildiyim dərs çalışdım ki, bütün materialı bu qısa videonun içine yerləşdirim. İzləyin. Nə aydın olmasa, nələr haqqında təkrardan bir video istəsəz, yenə çəkməyə hazıram. Dostlarla paylaşmağı, şərh yazmağı, videonu bəyənməyi unutmayın. Növbəti videoda görüşənədək.